Hola, xoş gördüm səni. Necəsən? Çoxdan da söhbət eləmirik. Öz aramızda danışacağımız çox şey var. İl bitir artıq. Yavaş-yavaş 2026 üçün qoyduğun hədəflərin, arzuların, buraxmaq istədiklərin gözünün önündən keçsin. Bax gör, bu dəfə nələr üçün cəhd elədin? Bax, nələri bacardın deyə soruşmuram. Nələr üçün cəhd elədin? Bir dəfə bir yerdə oxumuşdum. Xatırlamıram mənbəsini, amma ağlımın içində qalan cümlələrdən biridir. Sən elə. Nəticə üçün kainatda hansısa devrələr dəyişə bilər. Amma ən azından sən eləmiş ol. İndi sən eləmiş oldunmu? Cəhd elədinmi özün üçün? Yoxsa dayanıb gözlədin? Gözlədinsə kimi gözlədin? Yoxsa hələ də cəmiyyətin hansısa bir təsdiqini mi gözlədin? Yoxsa paylaşdığın sosial mediadakı posta gələn rəylərdən özünün uğursuz olduğunu elan elədin? Yoxsa gələr deyə düşünüb həmin düşüncənin nəticəsində heç bunu cəhd belə eləmədin? Bilirsən, əslində həmişə illərdir sizinlə söhbətləşirik və illər öncədən çürütdüyüm söhbətlərdən biridir. Arzular və hədəflər göstərildiyi və təqdim olunduğu bizim əzbərlədiyimiz kimi deyil. Təkrar sənə xatırlatma eləmək istəyirəm. Arzular və hədəflər məsələləri bizim əzbərlədiyimiz kimi deyil. Əzbərlədiyimizin çox xaricindədir. Əzbərlədiyin həqiqətdə əslində hekayən daha fərqlidir. Orada güya ki, səni tamamən hər kəs bir gün dəstəkləyəcək. Sən də hər hangi bir yolun, bu hansısa bir dini yol ola bilər, təriqətin yolu ola bilər, hansısa qanuni yol ola bilər, hansısa bir yolun tamamən hər şeyini bilən bir adamını tapacaqsan, o adamla məsləhətləşəcəksən, onun sənə dediklərinin nəticəsində özünə bir yol çizəcəksən və bu yolun sonucunda sən öz arzularına, hədəflərinə gedəcəksən. Hətta bəzən bu yolda sən inanacaqsan ki, arzularının olmamış halı daha xeyirlidir, arzulamamaq daha faydalıdır və s. Və bunların tamamı bir inanc olacaq və sadəcə bir fikirdən ibarət olacaq. Və ona görə öncəliklə mövcud durumunu gözlərini açıb görməyini istəyirəm. Gələn birinci başlayaq mövcud vəziyyəti net görməklə. Artıq il bitir və bir illə sənin həyatından heç nə azalmır, heç nə artımır, eyni zamanda çox şey azalır və çox şey artır. Olay sənin harasından baxdığına görə dəyişir. İndi bura takılmayacaq. Sən faktiki olaraq mövcud vəziyyətini gör. Hal-hazırda bax gör, münasibətlərin hansı səviyyədədir? Pulun necədir? Borcların varmı? Pasiv gəlirlərin varmı? Bax, ümumiyyətlə çox vaxt mən fərdi koçluqda və hansı ki fərdi sessiyalar edirik, mən deyirəm ki, orada yazıram ki, münasibətlərlə bağlı götür yazır ki, məsələn, qayğılı bağlanıram. Bax, belə sözlər yazma, vəziyyətini yaz. Yəni, özünə diaqnoz qoyma. Daha səmimi ol. Mən münasibətimdə qarşı tərəfdən gözlədiyim diqqəti özümə vermirəm. Eləcə qarşı tərəfdən gözləyirəm. Nə bilim, mən münasibətlərimdə istəyirəm ki, mərkəz təkcə mən olum. Səmimi ol da. Ola bilər də, istəyirsən, yaxşı elirsən, neyniyək? Detallı yaz, tam gör. Ümumiyyətlə, özünü hansısa hədəf və ya məqsəddən yaxın ya da uzaq görmədən mövcud vəziyyəti, faktı gör. Gör, fakt nədir? Sənin onunla bağlı fikirlərin, sənin harasa gecikdiyin və ya tələsdiyin, sənin bir şey bacardığın və ya bacarmadığın, birilərindən geridə qaldığın və ya çatdığın söz konusu deyil. Mən səndən istədiyim şey faktı yazmağındır. Mövcud vəziyyət necədir? Və mövcud vəziyyəti görməyini istəyirəm. Bu il ərzində elədiklərini görməyini istəyirəm. Hətta əgər anları təqvimə ya da ajandaya yazan birisənsə, o zaman mütləq ki, aç ajandanı bax. Şəkillərindən yadda saxlayan birisənsə, gir qaleriyanda bax. Amma sən mütləq ki, bu nələrsə eləmirsən. Bilirsən, mən indi çox əminəm ki, bu videoya baxan kimsə il ərzində nələr eləmirsən sualına cavab olaraq heç nə eləmədim. Bu ildə boş keçirdim və s. deyib. Ələ xüsusən də sənnənəm. Gir bax da gör nələr eləmirsən. 100% eləmirsən. Ola bilməz ki, sən nəsə eləməyəsən. Amma bəzən sən elədiklərini o qədər uzun müddət görmürsən ki, sonra yenilərini eləməyə heç enerjin çatmır, həvəsin qalmır.
Burada xüsusi fantastik bir mövzu deyil, çox bəsitdir. Sən elədiklərin üçün özünü təqdir eləmədiyin müddətcə eləməmiş sayılırsan və sən özünə bir şeyi etmədiyini göstərirsən. Yeni il üçün mütləq ki video çəkəcəm. Amma qoy ilk sonu söhbətimizin bir qismi elə bu seriyada olsun və sənə bir-iki şey danışım. Bax, ola bilər ki, sən inanmısan ki, hansısa bir dərin həqiqi niyyətinə çatacaqsan. Ola bilər inanmısan ki, heç nə olmayacaq. Ola bilər inanmısan ki, ancaq elədiyi bacaracaqsan. Amma bu belə deyil. Hər bir şuur səviyyəsində bu fərqli formada işləyir. Amma istənilən halda mövcud bu beyin, bədənimizdəki bu beynin işləmə mekaniğində çox vacib bir qayda var. Təkrarlanan düşüncələr və təkrarlanan hərəkətlər onun tərəfindən belləyə qayd olunur və növbəti proseslərə onun algısı ilə baxır. Algı dərsi ilə bağlı məktubda xüsusi bir bölüm var və ora qədər ciddi bir yol getməyiniz lazımdır. Algı insanın birdən-birə başa düşəcəyi şey deyil. Ümumiyyətlə, algılarla bağlı çox vaxt təlimlər, seminarlar və s. görürəm, amma həmişə də bunu sizə demək istəyirəm. Algılarından, dünya necə qavradığınla bağlı öyrəndiyin bilgilər səndə çox vaxt yetərsiz qalır. Ona görə yox ki, sən bilmirsən. Ona görə ki, bu öyrəndiyin məlumat səviyyəsindədir. Sənin öncə zihninlə işləməyin lazımdır. Ona görə bu mövzunu hələ ki bir kənara qoyaq. Genel olaraq baxsaq, həyatımızda içimizdən gələnlər, zehnimizdən keçənlər, düşündüklərimiz, elədiklərimiz və s. əsas təkrarlananlar olacaq. Təkrarən olanlar. Və bu ili tamamlayarkən öyrənməni istədiyim ən vacib məlumatlardan biri də sənin nəyi, necə eləməndən paralel, neçə dəfə eləməyin də önəmlidir. Ona görə yeni planlamanda mütləq saya da sadiq qalmağa çalış. Ola bilər ki, sən bu il yoganı təcrübə eləmirsən, amma sənin yogadan nəticə almağın üçün davamlı olaraq eləməyin lazımdır. Ola bilər ki, sən bu il sağlam qidalanmağa cəhd eləmirsən, əla. Amma yarım qoymusansa, bu dəfə öyrənməyin lazımdır ki, sağlam qidalanmaların nəticəsində sənə nəticə verir. Necə ki, indi bir çox problemlərinin altında yatan səbəblərdən biri illərdir özünü qida ilə zəhərlənməyindir. Bəs onları təmizləmək, bəs antioksidantlar, bəs detokslar, buna ehtiyacın yoxdur mu zənn edirsən? Detoks demiş insanın bədəninin xüsusi detoksa ehtiyacı olduğunu düşünmürəm. Məncə bu bir detoks satış tantanasıdır. Amma antioksidantla zəngin qidalar var, hansı ki təbiətdə bizim üçün Allah bunları yaradıb. İstifadə eləməyinizi çox tövsiyə edirəm və bununla bağlı mütləq tövsiyə edirəm yeni ilinizdə, yeni yaşamınızda planlarınızı yazarkən biraz araşdırma eləyəsiniz məhz qidalardan bağlı. Davam edək. Əgər bu il zehnində qurduğun şeylərin, arzuladığın şeylərlə necə kəsişmədiyini və arzularının fərqli, arzularından geridə bir həyat yaşadığını gördünsə, artıq ayılmağının vaxtıdır. Arzularınla zehnin kəsişmədiyi üçün nəticə belədir. Amma bunu dəyişdirə bilərsən. Gözlə kameraya baxım, göz-gözə baxaq. Bunu dəyişdirə bilərsən əzizim. Necə? Sən başlayacaqsan zehninlə işləməyə və tapacaqsan orada hansı ilişib qaldığın situasiya və xatirələr var. Sən başlayacaqsan zehninlə işləməyə və tapacaqsan orada hansı kodlar deyək var ki, sənin həyatında təkrar davam edir. Sən baxacaqsan öz zehninə hansı ki, sən nələrdə tıxanırsan və bunları tək-tək işləyə bilərsən. Bunlar işləməyin çox metodu var. Ola bilər biri bunu sizin üçün edə bildiyini söyləsin. Amma mütləq əmin olun. Əgər siz zehninizlə işləyərkən ciddi zəhmət çəkib, oturub özünüzə fokuslanıb eləmirsinizsə, orada nəsə boşluq var. O qısa müddətli bir çalışmadır. Bir şey əlavə eləyim. Çox xoşuma gəlir bu yanaşma. Əgər deyirsən özünü terapiya eləyə bildiyini düşünürsənsə, deməli sən heç nə eləməmisən və yaxşı sakitləşmisən də. Amma növbəti partlayışa hazır ol. Niyə? Çünki sən özündə eləyə bilmədiyin bir şeyi iddia edirsən ki, eləyə bilirsən və oturursan hansısa bir yarım texnika ilə, yarım çalışma ilə bir şeylər etməyə çalışırsan, ortalıqdan bir şeylər tapmağa çalışırsan və bir müddət sakitləşir, amma o arxada davam elədiyi üçün sonra partlayış
növbəti partlayışa hazır olmaq lazım olur. Və bəlkə də bu səni narahat eləyəcək, çünki mən eləmişdi. Və əmin olmalısan bir şeydən. Əziz yol yoldaşım, nə qədər müddət özündən qaçsan, o sənə dərs verməsi gərəkən, kainatda pis heç nə yoxdur. Sənə dərs verməsi gərəkən müəllim biraz daha sərtləşir və biraz daha fərqli formada dərs verməyə başlayır. Ta ki sən ağıllanana qədər. Əgər sən bütün dərslərdən qaçmağa çalışsan, axırda o kəsirlərin toplamı səni vaxtına tərpənmək lazımdır. Və bu tərpəniş üçün xüsusi bir yol seçmək istəsən, mən səninlə hazıram. Həm mentorluyam, həm də uzun bir məktəb projemiz var. Dərin, həqiqi bir səfər var insanın özünə, zehninə, həyatında sıçrayış yaşamaq üçün planlanmış. Yeni ildən başlayıb artıq necə deyəsən ki, mən 2026-da bütün həyatımı dəyişdirmək istəyirəm. Çox tövsiyə eləyərəm bunu, amma bildirim ki, müsahibə mərhələsi var və sonra 15 günlük hazırlıq bölümü var. Oraları keçdiyin halda, biz əmin olduğumuz halda artıq sənə giriş aksesi veririk və sən saytdan daxil olub dərsləri izləyə bilirsən. Mentorluq görüşlərimiz olur, orada iştirak edirsən, Zoom'da geniş söhbətlərimiz olur və xüsusi görüşlərimiz olur. O haqda burada danışmaq istəmirəm. Və mən istəyirəm səndən ilin qapanış üçün eləmən gerəkən bir neçə söhbət eləyim. Sonra səndən ilin qapanışı yayımında görüşərik. Ya bu yayım kimi olar, ya ola bilər YouTube'da video kimi yüklüyüm, fərqi yoxdur. Mütləq ki, mən sizdən 2025-lə sağollaşmaqla bağlı bir şeylər danışacağım. Amma sizdən xahişim nədir? İndi bugün oturursunuz, kağız qələmi götürürsünüz, mövcud durumuma baxırsınız, il ərzində etdiklərinizə baxırsınız. Hələ keçməyin, gələn il üçün istəyirəm. Yox, bu il ərzində sahib olduğunuz şeylərə baxırsınız. Hansı ki, bu o demək deyil, sizə 2025-ci ildə verilib. Məsələn, mən görürəm və mən bu ildə görürdüm və mən bu ildə toxunduğumu hiss edirəm. Mən bu ildə danışa bilirəm və mən bu ildə kamera önündəyəm. Mən bu ildə insanlara ulaşa bilirəm. Mən bu ildə dinləyə bilirəm, eşidə bilirəm. Mən bu ildə anlaya bilirdim. Mən bu ildə hiss eləyə bildim insanları, sevgini, nifrəti, aqressiyanı. Mən bu ildə gözəl insanlar tanıdım. Mən bu ildə tanıdığım, eskidən tanıdığım gözəl insanlarla yeni xatirələr birikdirdim. Bunların hər birini görməyini istəyirəm. Çünki həyatında həmişə şükür edəcəyin çox şey var və sən etmədikcə, əksini etdikcə sistem sənə daha çox narazı olacağın situasiyalar göndərir. Və biz artıq yeni ildən, 2026-cı ildən maraqlı bir formata keçəcəyik və ora qədər sənin də bizimlə bir yerdə hazırlaşmağa çağırıram. Səni də çox tövsiyə edirəm. Mənlə birlikdə bu periodu aşasan, tamamlayasan, oturub baxasan il ərzində sən nələr öyrəndin, dəftərində hansı qeydlər var, nələr kəşf eləmisən. Özünə gözəl bir il sonu hesabatı hazırla. Çünki sən mütləq ki, nələrsə eləmirsən, sadəcə bəzən gözlərini bağlayıb qaçırsan və gözlərin torlanır, sən qaçırsan və çatmırsan və prosesdən də zövq almırsan. Və bəzən sən həqiqətən gözlərini bağlayıb içəriyə dönüb tapmağın lazımdır. Sən nə istəyirdin, necə eləyirdin. Bəzən danışanlarımla saçlarım sudur, qızlar. Bayaqdan belə-belə qalmışam. Mənə yapışır. Mən bəzən fərdi konsultasiyalarımda belə situasiyalarla qarşılaşıram. Salam Fidan xanım, mən heç bilmirəm nə istəyirəm. Bir neçə seans sonra o gözün içindəki o parıltı və o cümlə. Mən bunu həmişə istəyirdim, amma necə yadımdan çıxmışdı. Və sənin də o necə yadından çıxmışları görməyin üçün birinci başardıqlarını, eləyə bildiklərini, sistemin sənə verdiklərini, Allahın sənə hədiyyələrini təkrar görməyini rica edəcəm. Bunları gör, bitir, sonra biz səndən gələn dəfə çox qəşəng bir il sonu hesabatı görüşü eləyəcəyik. Və mən səni çox sevirəm. Özünə çox yaxşı bax. Adətlərimizə sadiq qalaraq kapatacağıq. Bu ilin dekabr ayında da, dekabrın sonlarına doğru bütün keçmiş yükləri, zihnimizdə ilişdirib saxladığımız şeyləri bitirəcəyimiz bir kampımız olacaq və bu dəfə kampın üzərində 2 günlükdə zihin çalışması var. Dəhşətli bir şeydir, yəni qardaş-qardaşa söyləməz. Çox zövq alacaqsınız, mən buna çox əminəm. Könlünüzdən keçərsə bununla bağlı mütləq bizə yazın, biz sizdən görüşək. İli gözəl bir formada bağlayaq. Yanvardansa maraqlı bir formata keçirik artıq. Həm burada, həm də Fiklabda
maraqlı şeylər eləyəcəyik. Düşünürəm ki, birlikdə inkişaf eləmək çox əyləncəlidir və uzun müddətli izləyən dostlar var. Uzun müddətli bir yerdə öz səyahətdə olduğumuz insanlar var. Mənim üçün hər biriniz çox dəyərlisiniz. Gələn videoda görüşərik. Çox sağ olun bunu da dinlədiyiniz üçün. Bu tip söhbətlərdə bir axış olmur. Mən az qala hər şeydən danışmışam. Sonra videoya baxanda yadıma düşəcək. Mənim üçün çox dəyərlidir. Çox təşəkkür edirəm. Çox sevirəm sizi və çox minnətdaram ki, belə bir platformada mənlə bir yerdəsiniz, mən də belə danışa bilirəm, söhbətləşə bilirik. Şərhlərdə isə görüşək mütləq, çünki gələn dəfənin mövzusu üçün, hansı ki il sonu hesabatı üçün sizin yazdığınız suallardan bir sklet çıxarmağı düşünürəm. Orada detallı danışacağım, necə il sonu hesabatı çıxarmaq olar, bir yerdə necə eləyə bilərik. Bununla bağlı nə suallarınız olsa mütləq aşağıda yorumda yazın. Özünüzə çox yaxşı baxın. Öpürəm sizi. Görüşmək üzərə. Hələlik.